F30'dur bu. N20 motordur. Deməli bunu sökmüşük filtri, qarpqan filtri. Qarpqan yağını dəyişmək istəyirik. Deməli, qardaş, probeg nə qədərdir? 100, 200, 210 min. 210 min. Ümumiyyətlə 150 mindən sonra qarpqanın yağı dəyişilməlidir. Filtr ilə birlikdə orijinal filtr qoyulmalıdır, ZF filtr qoyulmalıdır, orijinal. Və ondan sonra da hər 100 mindən bir qarpqan yağı dəyişilməlidir. Kim ki deyir, qardaş getdim, dəyişdim, nə bilim maşında belə bir problem oldu, vurdu, qarpqa dağıldı. Demək orada düzgün iş görməyiblər. Biz illərdir dəyişirik, heç bir problem də olmur. Sadəcə düzgün yağdan tökülməlidir və düzgün qədəri qədər tökülməlidir. Adaptasiya işləri mütləq servisdən çıxmamış olunmalıdır. Deməli biz bunu qarpqan yağı adətən ya qırmızı rəng olur, ya sarı rəng olur. Görün yağ nə qədər yanıb, qapqara. Baxın, elə bir ki dizel yağıdır. Yəni bu yanmış yağ artıq bir müddət sonra başlayacaq sürətlənmə zamanı gecikməyə, sonra birdən ikiyə vurmağa, belə hallar yaranır. Yəni kimin avtomobili 150 min probegdən yuxarıdırsa, yürüyüş məsafəsi 150 min yuxarıdırsa, mütləq ki öz ustasına yaxınlaşsın və güvəndiyi ustasında inşallah ki dəyişdirsin qarpqan yağını və adaptasiyada yerində eləsin. Bağla.